Bir gün Muaviyə Mədinəyə gəlir. Mədinə məscidində istəyir ki, özün Peyğəmbərə yaxın göstərsin və ilaxirə. İmam Həsən əleyhissalam gəlir, cəsarətlə orada bir xütbə oxuyur və xütbədə qeyd edir ki, ey Muaviyə, sənin baban Hərbdir. Babasının adı Hərb olubdur. Amma mənim babamın adı Rasulullah olubdur. Ey Muaviyə, sənin anavın adı Hinddir. Hind bilirsiniz də kim olub? Hind Məkkənin məşhur pozğunlarından olubdur. Və ey Muaviyə, mənim anam Fatimədir. Nənəm də ey Muaviyə, mənim nənəm də Xədicə olubdur. Amma sənin nənən Quteylə və yaxud da Qətilə olubdur. Fələnəllah və Həzrət buyurur ki, Allah lənət eləsin İslam düşmənlərindən pak olmayan insanlara ki, işarə vurur. Və İmam Hüseyin əleyhissalam Aşura günü gəlir, qoşunun qarşısında çıxış eləyir. Həmd-i səna eləyir. Həmd-i səna eləyəndən sonra başlayır özün tanıtmağa ki, ey qoşun əhli, bilin ki, mən sizin Peyğəmbəriniz, onun qızı Fatimənin oğluyam və cəddəti Xədicə zavcətun nəbiyyikum. Mən sizin Peyğəmbərinizin həyat yoldaşı, nənəm Xədicənin qızının oğluyam. Orada görürsünüz, at çəkir. Bunlar mühümdür ha, bunlar həssas nöqtələrdir. Məsəl üçün deyə bilər ki, mən Əlinin oğluyam. Amma deyir ki, mən Fatimənin və Xədicənin evladıyam. Çünki fəxr olunası xanımlardır. Və başqa bir yerdə buyurur ki, mən Xədicə binti Xuveydin balasıyam. O xanım ki, İslamı ilk qəbul edibdir. İmam Səccad əleyhissalam da həyatında, xütbələrində və söhbətlərində, o cümlədən də o onların saraylarında ki, bilirsiniz o hadisələri, orada gəlib xütbə də eləyəndə buyurdu ki, Ənə İbn Xədicətəl Kubra, mən Xədicə Kübranın balasıyam. İmamlarımız fəxr ediblər onun adını çəkməklə və bəyan eləməklə. O cümlədən mərhum Seyyid İbn Tavus öz əsərində İmam Səccaddan nəql edir ki, buyurur ki, İmam Səccad Allahla naz-niyaz eləyəndə, danışanda Peyğəmbər əleyhissalama belə salam verərdi, belə salavat çəkərdi. Allahümmə salli alə Muhammedil Mustafa və alə Əliyinir Murtaza və alə Fatimətə Zəhra və Xədicətəl Kübra. Allahümmə salli alə Muhammedin və ali Muhammed. Yəni İmam Zeynul Abidin əleyhissalam görün neynir? Peyğəmbər əleyhissalamı, Əli əleyhissalamı, Fatimə Zəhra əleyhissalamı salavatda adlarını çəkə-çəkə və axırda Xədicətəl Kübra, yəni xanım üçün, öz nənəsi üçün salavat deyərdi. Və İmam Sadiq əleyhissalam da xanım Xədicə Kübra əleyhissalam haqqında buyurardı ki, Xədicə Kübra Qureyş tayfasının səyyidəsidir və ona bir çoxları elçi düşmüşdür və heç biri ilə həyat qurmamışdır. Həzrət buyurur ki, Həzrət xanım Xədicə Kübra əleyhissalam yalnız Həzrət Peyğəmbər əleyhissalamla həyat qurdu, onun aliliyinə, onun ilahi bir şəxsiyyət olduğuna görə ona ərə getdi. Və o cümlədən İmam Həsən Əskəri əleyhissalam buyurur ki, Xədicə Kübra əleyhissalamdan danışanda salavat deyərdi, anasına, nənəsinə Xədicə Kübranın adını çəkərdi, ona çox ehtiram eləyərdi və onun üçün dua eləyərdi. Xanım Zeynəb, Kərbəlanın şücaətli xanımı özünün xütbəsində ki, Bi-əbi Xədicətəl Kübra deyərək xanım
yad eləyir, atasını, babasını və xanım Xədicə Kübranı yad eləyir. Və o cümlədən eşitmişsiniz, Kərbəla hadisəsindən sonra baş verən hadisələrdə Zeyd ibn Ali, İmam Səccad əleyhissalamın oğlu Zeyd olubdur, şücaətli bir şəxsiyyət olubdur və inqilab elibdir. Onun da xütbələrində qeyd olunur tarixdə ki, o özünü tanıdanda deyərdi ki, xütbələrində ki, qeyd eləmişdi ki, biz elə bir şəxsik ki, Qur'an onun haqqında məvəddə buyurub, ehtiram buyurub, eşq buyurub, məhəbbət buyurub, biz həmin tayfadanıq ki, hamıdan yüksəkdir bizim o işə boynumuzda məvəddə var ki, o sizin də boynunuzda məvəddədir ki, gərək ehtiram eləsiniz. Bizim çünki babamız, atamız Allahın rəsuludur və nənəmiz Xədicə Kübra əleyhissalamdır. Və əgər biz tarixə baxsaq, bütün tarix boyu həmişə dünya müsəlmanları gedib xanım Xədicəni ziyarət eləyərdi. Ta 1343-cü ilə hicri, yəni indi 1446-cı ildir. Yəni 103 il bundan qabaq həmin xanım Xədicə Kübra əleyhissalamın ki, məzarı günbəzli idi, tikinti idi. Saudiyyədə o qan içən Vahabilər, Əhl-i Beytlə düşmənçilik eləyən Vahabilər həmin qəbri düzlədilər. Adam baxanda adamın halı tamam dəyişər. Dünən də özə çəkirlər, verirlər YouTube'lara ki, dünya baxsın. İnsan bir həya eləyər etdiyi günahlardan. 3 dənə uşaq anasını güllələyirlər. Yəqin siz də görmüsünüz. 3 dənə uşaq təxminən 6, 7, 8 yaşında valideynlərin güllələyirlər. Sonra gülə-gülə uşağa deyirlər ki, hə, sizin hansınızı öldürək əvvəlcə. Onlar da qışqırırlar, ağlayırlar. Və yaxud da ki, xanımlar, və yaxud da başqa. Dünya da buna susur. Bu zülümün də qarşısında baxırsan ki, ədalətdən danışan, insan hüquqlarından danışan qərb heç bir şey demir, heç bir söz demir. Amma görürsən ki, özlərində bir dənə heyvan döyüləndə, heyvanı ki, kimsə vursa, başlayacaqlar dünyaya ədalətdən, hüquqlardan dərs keçməyə. Amma bu günlərin faşistlərin etmədiyi zülümləri uşaqlara, qadınlara, o vahabləri eləyirlər. 50 min öldürdülər, bəs eləmədi. Siyonistlər dünyanın bir cinayətkar bir ordusu girdi, Fələstində 50 min insanı şəhid elədi ki, 20 mini xanımdır, müsəlman xanımı. 20 minə qədəri də uşaqdır. Bu da ikinci bir Kərbəla. İndi bu gün də baxırsınız ki, Suriyada həmin o vahabilər, qan içənlər gülə-gülə, əlal xüsusda ki, görsən hamısı bilir bu şeyləri, Özbəklərdən gətiriblər, ondan sonra Uyğurlardan gətiriblər, yığıblar cavanları, öldürüblər. Qan tökməyi, qan içməyi heyvani bir xüsusiyyətdə ki, bıraxıblar cəmaatın üstünə. Bu, dünyada bir böyük cinayətdir və bunun da qarşısında susmaq özü bir cinayətdir. Vicdanı olan heç olmasa insanlar gərək bu haqqında özlərinin etirazlarını desinlər. Onsuz da dünya həmişə susub. Bizim Qarabağda susmadı, Xocalıda, soyqırımda susmadı. Bu da həmin şey. Nə qədər ki, vicdanlı insanlar susublar, dünya büzrə olacaqdır.